Yumuşalmayan, xırçıldayan alça turşusu hazırlamaq istəyirsinizsə, mütləq bu videonu izləyin. Turşu üçün mütləq xırçıltılı göyçə alçasından istifadə edin. 1 litrlik və 800 ml bankalarda hazırladım. Əvvəlcə bankaları sodalı su ilə təmiz yuyub quruladım. Alçaların bərk xırçıltılı qalması üçün xırın yarpağından istifadə etdim. Hər bankaya 1 ədəd xırın yarpağı və 1 ədəd dəfnə yarpağı əlavə etdim. Bankalar dolana qədər alça ilə doldurdum. Və hər bankaya 1 sap nanə əlavə etdim. Bankalara 1 diş sarımsaq, 1 iri ədəd qənd əlavə etdim. Üzərindən də yarım çay qaşığı dənəvər stiot, 1 çay qaşığı dolu yodsuz turşu duzu əlavə edib, hər bankaya 100 ml, yəni 1 kiçik armud stəkanla 1-4 faizli üzüm sirkəsi əlavə edirəm. Çaydandan da qaynaya suyu üzərinə əlavə edib, qapaqları möhkəm bağlayıram. Qapaqları dərhal bağladıqdan sonra bankaları mütləq çalxalayıram ki, duzu dibinə çöküb qalmasın, həll olsun. Mütləq bağladıqdan sonra əmin olun ki, qapaq yaxşı bağlanıb, hava çəkməsin. Üzü aşağı çevirib, üzərin qalın bükürəm və bir gecə saxlayıram. Səhəri gün isə sərin yerə yığıb qışa saxlayıram. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.